Çiçəklər ağlama səsi eşitdilər. Hamı diqqətlə ətrafa boylandı. Bənövşə soruşdu. Dostum, qanqal, niyə ağlayırsan? Qanqal hıçqıra-hıçqıra dedi. İnsanlar məni sevmirlər. Başqa çiçəkləri dərib aparır. Amma mənə yaxın durmurlar. Bənövşə onun göz yaşını sildi. Axı sən də gözəlsən. Niyə elə fikirləşirsən? Sən İnsanları gəlib səni də aparacaqlar. Mən gözəl deyiləm, gözəl sənsən. Nərgiz alə o biri çiçəklərdir. Mənim tikanlarım, kələ-kötür paltarım var. Bu tikanlara kim yaxınlaşar? Kim mənim çiçəklərimi dərər? Bənövşə gülümsünüb dedi. Dostum, tikanların olmasa düşmənlərdən necə qorunarsan? Bax, mənim tikanlarım olmadığına görə çox qorxuram. Qanqal biraz sakitləşdi. Dostlarını yanında görüb sevindi. Amma yenə də həsrətlə insanların yolunu gözləməyə davam etdi. Qanqalın nağılı.